Paytaxtda bir direktor eyni zamanda 2 məktəbə rəhbərlik edir. Hansı ki, o məktəblərdən birində 3255, digərində isə 676 şagird təhsil alır. Bəs sual yaranır. Qanun necə icazə verirmi ki, bir direktor 2 təhsil ocağına rəhbərlik etsin? Paytaxtın Binəqədi rayonu 135 saylı məktəbin direktoru Şəfa Qurbanova 244 saylı məktəbə direktor təyin edilib. O eyni zamanda 2 təhsil ocağına rəhbərlik edir. Paytaxt məktəblərində isə belə hal ilk deyil. Məktəb direktoru vəzifəsi həm tam ştatlı, həm də məsuliyyətli bir işdir. Lakin bir müəllimin eyni anda 2 məktəbə rəhbərlik etməsi bu praktik cəhətdən mümkündür və belə işləmək həmən təhsil ocaqlarında təhsilin keyfiyyətinə necə təsir göstərir? Üz tutduq Şəfa müəllimənin yeni təyin olunduğu təhsil ocağına. 3000-dən çox şagird və 199 müəllim kontingenti olan təhsil ocağında şagirdlərinin əksəriyyəti yeni təyin olunan direktoru real olaraq görməsələr də, oxuduqları məktəbə yeni direktorun təyin olunduğundan məlumatlıdırlar. Direktorunuzun adı nədir? Şəfa. Nə vaxt gəlib məktəbə? Bu il gəlib 135 direktoru həm də. Haram direktorudur sizin Şəfa müəllim? Həm buranın, həm də 135 nömrəli məktəbin. Dərs keçirsə görürsünüz onu? Xeyr. Şəfa müəlliməni biz də görə bilmədik. Lakin yeni direktorun dərs saatı başlayandan axşam 7-yə kimi məktəbdə olacağı bildirildi. Müəllimə, Şəfa müəllimə saat neçəyə qədər burada olur? Saat 7'ye kadar. Məktəbin direktoru nə vaxt təyin olunur? Keçən birinci gündən Hardan gəlib bura? 135 sayılı məktəbdən. Onda öyrəndik ki, Şəfa Qurbanova 135 saylı orta məktəbin direktor vəzifəsinə 3 il öncə təyin edilib. 244 saylı məktəbin keçmiş direktoru təqaüdə göndərildiyi üçün yerinə Şəfa Qurbanova təyinat alıb. Bəs bir nəfərə eyni anda 2 məktəbə rəhbərlik səlahiyyəti verilə bilərmi? 2 məktəbdə tutaq ki, aralarındakı məsafə kifayət qədər çoxdursa, o zaman həmin məktəbə bir direktorun təyin olunması qanunvericiliyin tələblərinin pozulması deməkdir. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, ölkə qanunvericiliyi yalnız bir təhsil müəssisəsinə bir rəhbərin təyin edilməsinə icazə verir. Yalnız istisna hallardasa Tutaq ki, hər hansı bir direktor müvafiq olaraq hansısa bir müəssisədə çalışırdı və yalnız onun müəyyən təyinatı verilir başqa məktəbə. O məktəbə təyinatı verildikdən sonra ora ta ki, əmək fəaliyyətinə başladığı müddətə qədər faktiki çalışdığı təhsil müəssisəsində müəyyən qədər idarə etməni həyata keçirə bilər. Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə 135 saylı tam orta məktəbin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixdən 3 ay müddətinə 244 saylı məktəbin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib. Rəşad Vəkilov